Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Binanı sel apardı. Ölənlər və ağır daşqınlar nəticəsində ölənlərin sayı 48-ə çatıb, minlərlə insan təbii fəlakətdən zərər çəkib. Ajans AS xəbər verir ki, bu barədə El Universal rəsmi məlumatlara istinadən məlumat yayıb. Qeyd edilir ki, Hidalgo ştatında 22, Veracruzda 15, Puebla'da 10, Querétaro'da 1 nəfər ölüb. Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Nazirliyinin məlumatına görə oktyabrın 6-dan 9-dək Veracruz 540 mm, Puebla 487 mm, San Luis Potosi 298 mm, Hidalgo 245 mm və Querétaro 232 mm ştatlarında güclü yağışlar qeydə alınıb. San Bartolo Tutotepec bələdiyyəsində sel və torpaq sürüşmələri nəticəsində 17 nəfər itkin düşüb. Hidalgoda 150 yaşayış məntəqəsinin ətraf ərazilərlə əlaqəsi kəsilib, infrastrukturun dağılması zərər çəkənlərə yardımın göstərilməsinə mane olur.